Choose the correct answer. Düzgün cavabı seçin. Is Mary sleeping? Mary yatır. Şəkildə nə görürük? Şəkildə görürük ki, qız yatır. Cavabı necə verəcəyik? Yes, she is. Yes, she is doğrudur. Nə olan variantları bildik ki, götürməyəcək. Çünki şəkildəki qız həqiqətən də yatır. Bəs A variantını niyə götürmədik? Çünki bizə sual cümləsi nə ilə verilibsə, biz cavabı da onunla verməliyik. Sual cümləsi is-lə verilib. Deməli, cavabımız da is-lə olmalıdır. Əgər sual cümləsi does-la verilsəydi, does-la olan cavabı götürərdik. Amma burada uyğun gəlmir. Doğru cavab C variantındadır. Choose the correct word. Düzgün sözü seçin. Şəkildə nə görürük? Qumdan qala hazırlayan bir oğlan görürük. Qumdan qala tikən, düzəldən bir oğlan görürük. Sandcastle qumdan qala deməkdir. Bəs qurmaq, tikmək nədir? Building. Sam's building a sandcastle. Sam qumdan qala düzəldir. Swimming üzmək, flying uçmaq, wearing isə geyinmək deməkdir. Bu bizim ifadədə bunların heç biri uyğun gəlmir. Doğru cavab oldu C variantında. Choose the correct word. Düzgün sözü seçin. Artists use tools to in the sand. Deyir ki, sənətkarlar müxtəlif alətlərdən istifadə eləyir. Qumda nə etmək üçün? Şəkil çəkmək üçün. Düzdür, sənətkarlar şəkil çəkər. To draw in the sand. Qumda şəkil çəkmək. Fly uçmaq deməkdir. Build qurmaq. Swim isə üzmək. Bunlar bizim cümləmizə uyğun gəlmir. A variantı doğru cavabdır. Choose the correct question word. Düzgün sual sözünü seçin. Sualı biz tamamlayacağıq, amma cavabda yazıb ki, I'm wearing a t-shirt. Mən t-shirt geyinmişəm, qolu gödək kofta geyinmişəm. Bu cavaba necə sual verə bilərik? Sən nə geyinibsən? Nə ingilis dilində what olaraq səslənir. What are you wearing? Sən nə geyinirsən? How necə deməkdir? Who kim? Where isə harda? Bunlar bizə uyğun gəlmədi. A variantı doğru cavabdır. Choose the correct word. Düzgün sözü seçin. We eat at the beach. Biz sahildə yeyirik. Sahildə, qumsallıqda nə yeyirlər? Ice cream, dondurma. We eat ice cream at the beach. Swimsuit, dəniz geyimi, dəniz paltarı deməkdir. Bunu yemərik. Trainers ayaqqabılardır, idman ayaqqabılardır. Bunu da yenə yemərik. Tea isə çaydır. Çay da yemərik, içərik. Düzdür, we drink tea deyə bilərdik. Doğru cavab oldu B variantında. Match, uyğunlaşdırın. To fly uçmaq ya da uçurmaq deməkdir. To fly a kite, çərpələn uçurmaq. To sail üzmək, to sail a boat, qayıqla birgə üzmək. To wear geyinmək, to wear a jacket, raket geyinmək. 1-ə oldu B, 2-yə A, 3-ə C. D variantı doğru cavabdır. Choose the correct variant. Düzgün variantı seçin. Eddie and Lily fun with grandpa. Eddie ilə Lily babaları ilə əylənir. İndi əylənir, düzdür, hal-hazırda. Deməli, biz present continuous, indiki davam edici zaman düzəldəcəyik. İndiki davam edici zamanı necə düzəldirik? Eddie and Lily 2 nəfərdilər. Deməli, xəbərimiz olmalıdır cəmdə. Cəmdə to be-nin hansı forması istifadə olunur? Are. Have isə ing əlavə olunduqdan sonra olur. Having. Eddie and Lily are having fun with grandpa. A variantı doğrudur. Is having olmaz. Niyə? Çünki is təkdə olan ismin xəbəridir. Təkcə having olmaz, çünki are ehtiyacımız var. Has isə tamamilə qrammatik olaraq yanlışdır. Doğru cavab oldu A variantında. 58, 59 və 60-cı suallar dinləmə mətni əsasındadır. What does Lily wear to the beach? Lily sahildə nə geyinir? Dinləmə mətnində deyilir. Lily wears her swimsuit and sandals. Lily öz dəniz geyimini və sandallarını geyinir. Swimsuit and sandals. Shorts və t-shirt haqqında deyilmir. 1-2. C variantı doğrudur. Complete the sentence. Cümləni tamamlayın. Lily, dinləmə mətnində deyilir. Lily swims in the water. Lily suda üzür. Swims in the water. B variantı doğru cavabdır. Choose the correct variant. Düzgün variantı seçin. What do Lily and Max do after flying the kite? Sualda soruşur ki, Lily və Max çərpələn uçurandan sonra nə edir? Mətnə qaydaq. Mətndə deyilir. Later they fly a kite. Daha sonra onlar çərpələn uçur. The kite goes high in the sky. Çərpələn səmada yüksəklərə doğru uçur. Və daha sonra deyilir. After that they eat ice cream and rest on the sand. Daha sonra onlar dondurma yeyir və qumda dincəlir. They eat ice cream. Onlar dondurma yeyir. A variantı doğru cavabdır.